Qurban ibadəti bizə bunu öyrədir. Həm də deyir ki, qurban ancaq Allah rızası üçündür. Qızım üçün, oğlum üçün, əmim üçün, həyat yoldaşım üçün, özüm üçün qurban yoxdur. Qurban yalnız və yalnız Allah rızasını qazanmaq üçündür. Ona görə qurban ibadəti də bizə tövhid inancını inşa eləməyi öyrədir. Ki, ey insan, qurbanını da ancaq, əgər qurban kəsəcəksənsə, qurbanını ancaq Allahın rızası üçün kəs. Qurban ibadəti bizə gözəl insanlar, Həzrəti İbrahim və onun ailəsi üzərində elçiləri tanıdır. Bütün elçilərin müsəlman olduğunu söyləyir. Yəni, bütün elçilər Allaha təslim olmuşdur. Bütün elçilər eyni dəyərləri təbliğ edirlər. Tövhid inancını təbliğ edirlər. Hamısı la ilahe illallah deyir. Hamısı Allaha təslim olmuşdur. Bütün elçiləri ancaq Allah seçir. Eyni zamanda elçilər tövhidi, ədaləti, mərhəməti, axirəti, insanlığı təbliğ eləmişlər. Eyni zamanda bizə öyrədir ki, Həzrəti İbrahim və onun ailəsi üzərində təslimiyyət, itayət və ibadət ancaq Allahadır və elçilər bizim üçün örnəkdir. Qurban ibadəti həm də bizə gözəl insanlar Kəbəni tanıdır. Kəbə Allahın evidir. Allahın evi burada bir məcazdır, tövhidin simvoludur. Quran buyurur ki, Kəbə, diqqət edin bu cümləyə, insanların toplanma mərkəzidir. Baxın, diqqət edin, yalnız müsəlmanların deyil, insanlığın toplanma mərkəzidir. Müsəlmanların qibləsidir. Qiblə nə deyir? İstiqamətdir. Bizə nə deyir? La ilahe illallah deyir. Ümmət olun deyir, bir olun. Ayrılmayın, sımsıq sarılın. Aranızda barışı, qardaşlığı gücləndirin deyir. İstiqamətiniz olsun. İstiqamət də tövhiddir. Ahirətdir. Allahın hüzurudur. Hamımız yaşayacağıq, öləcəyik, Allahın hüzuruna gedib hesab edəcəyik. İstiqamətiniz olsun ey müsəlmanlar. Ey insanlar, bir olun, parçalanmayın. Allahın ipindən, yəni Quran-ı Kərimdən sımsıq tutun deyir. Bizə bunu öyrədir Kəbə. İstiqamət öyrədir. Mümin istiqaməti olan, yəni doğru yolu olan, hidayət adlı bir dərdi, davası, istiqaməti olan insandır deyir. Gözəl insanlar, qurban ibadəti bizə öyrədir ki, baxın, yaxınlaşmağı öyrədir. Yaxınlaşmağın da iki yolu var. Bir, bizə insanlara yaxınlaşmağın yolunu öyrədir. Bir də Allaha yaxınlaşmağın yolunu öyrədir. İnsanla yaxınlaşmağın yolu budur. Baxın, birinə salam vermək ya insanları bir-birinə yaxınlaşdırar. Sevgi göstərmək, dəyər vermək, hörmət eləmək, paylaşmaq, qurban ətini paylaşmaq. Mərhəmətli olmaq, anlamaq, dinləmək, bağışlamaq, bir araya gəlmək.